onlar sintezi uğursuz adlandırdılar. Hər hansı bir nəfərin istəyir ali təhsili oldu, istəyir tanınmış müğənni oldu, Fikrət Əmirov duhasına heç bir xələl gətirməyə ixtiyarı yoxdur. Keyfiyyəti yaxşı eləməkdən ötürü, yəni keyfiyyətli çıxmaqdan ötürü əvvəla keyfiyyətli ifaçılar olmalıdırlar və keyfiyyətli aranjmançı olmalıdır. Bunlara fikir verən yoxdur. Gəlib deyib ki, mən bu mahnını istəyirəm oxuyayım. Aranjmançı eləyərəm də, qulaq asıb ki, məsələn, qara tıqana eləyib o ilə gedib. Repçilər də arada deyiblər. Burada elə bir-biri ilə bunlar tikirməli idilər ki, o tikişlər görünməsin. Burada tikişlər hamısı görünür. Kör Ərəbin mahnısının replə sintezi sənət əhli arasında fikir ayrılığı yaratdı. Tərəflərin biri klipi tənqid elədi, o biri isə Cavidlə Nadonun duetini alqışladı. Şəxsən mən burada belə bir qəbahət şey görmürəm. Dövrdür, zaman inkişaf eləyir, eksperimentlər aparırlar. Belə bir inkişafa normal baxır. Cəsarət bir Allah vergisi, bu məhəbbət bir insan sevgisi, axır əvvəl ikimizdən birisi. Açığı, mən bu əsəri yaşdan bilirəm. O vaxt bunu Məhəmməd Əli Əliyev oxuyub. Aşk olaydı aşık, Burada məsələn simfonik orkestrləndir. Burada aranjmanda məntiq yoxdur. Nəyə görə? Sağırlar instrumenta, sintezatora, bir dənə tar orada nəsə çalır, qarmoniya adında şey yoxdur. Fikrət Əmirov həmin bu əsərinin notunu çıxardıb aranjmançı qoysaydı qabağına, notla eləsəydi, yəni ki, o harmoniyalarla, bəlkə də neyəsə bənziyərdi. Dövrdür, zaman inkişaf eləyir, eksperimentlər aparırlar. Bu yaxınlarda xalq uluzunda bizim Vəli Səfərov istəyir növbəti turlarda həmin Kör Ərəbi oxusun. Mən dünənlərin məşqdə ona dedim ki, get Məhəmməd Əliyevin deməli, həmin ifasını tap, oradan düzgün öyrən. Onu mənə düzgün ifa eləsin, mən sənə icazə verəcəyim onu oxumağa. Cavidlə Nadonu həm dəstəkləyən, həm də dəstəkləməyən sənət əhli sonda ortaq məxrəcə gəldilər. Bu cür halların qarşısını almaq üçün tədbir görülməsini təklif etdilər. Bunların yaranmış gündən buna nəzarət lazımdır. Efirə buraxılandan sonra yox. Bu cür bu mahnıya gözəl bir əsərə rep qoşmaqla bizim uşaqlar bir daha sübut elədi ki, ayır məni, bu səninki deyil, bu mənimki. Köhnə adamlar o senzura sözün deyəndə, o senzura yalnız belə şeylərə nəzarətdir. Şəxsən mən burada belə bir qəbahət şey görmürəm. Özbaşınalığın axırı yoxdur. Özbaşınalıq hardasa belə narazıçılığa gəlib çıxardır. Klipi ərsəyə gətirənlər mövqelərini keçən həftə bildirdilər. O ki qaldı sənət əhlinin münasibətinə, Fikrət Əmirovun Kör Ərəbin mahnısının sintezi deyəsən hələ çox polemikaya səbəb olacaq.